Şəfaətə kiçik şirk deyən kəslər bu günə qədər nə kitabdan, nə sünnətdən, nə sələfdən bir hərf belə gətirə bilməzlər ki, şəfaət kiçik şirkdir deyə. Nəyə görə? Çünki şəfaət ibadətdir. Şəfaət duadır. Allahdan tələb etməkdir. Şəfaət nədir? Tələb etmək. Duanın növlərindən bir duadır. Dua da ibadət olduğu üçün bunu Allahdan qeyrisinə yönəltmək mütləq olaraq böyük şirkdir, təfsilatsız. Buna artıq kiçik şirk falan demək bu insanın özündən uydurduğu bir şeydir. Sələfdən buna bidət eşidərsən. Çünki bidət ümumi ləfsdir. Bidət deyəndə burada kiçik şirk də qəsd oluna bilər, böyük şirk də qəsd oluna bilər, bidət də qəsd oluna bilər. Düzdürmü? Bidət keçən dərslərimizdə zikr etmişik. Ümumi ləfsdir. Amma kiçik şirk, şəfaət, Allah Əzzə və Cəllədən qeyrisindən şəfaət tələb etmək kiçik şirkdir deyə bir nəql belə sələfdən eşidə bilməzsən.